Burada deməli əl yuduqdan sonra deməli toxunmaq olur dəniz ulduzlarına. Dəniz zatları var. Vay, çox maraqlıdır. Burada çox maraqlı bir balıq var. İşte mən görürüm. Və burada dəyişik balıqlar var. Çox qəşənglər. Buradan öpük yatır hamıya. Burada çox böyük. Və içərisində ahtapot var. Yaxşı bir şey. Dostlar, burada Nemo çizgi filmində olan balıqlar var. Mavi balıq və Nemo balığı. Evet, çok qəşənglər. Çok qəşənglər. Balığın böyüklüyünə bax. Necə böyükdür. Wow. Buna böyükdür belə. Tamam. Köpək gibi. Hər kəsə Avstraliyadan salam dostlar. Bugün məktəblə bir yerdə Sunshine Coast'a gəlmişik və burada Sea Life adlı dəniz heyvanlarının olan bir yeri var. Yəni akvaryumdur və burada bir çox dəniz heyvanlarını görmək olar. Ümid edirəm maraqlı bir video olacaq. Deməli girişdə belə bir xəritə verdilər və burası çox böyük bir yerdir. Buradan resepsiyondan girdik, indi buradan baxa-baxa gedəcəyik, hamısını gəzəcəyik. Deməli girişdə bu dəniz heyvanı var, dəniz balığı. Çox qəşəngdir. Və burada da bir balıq var. Burada da başqa biri var. Bunlar çox qəşəngdirlər həqiqətən. Keçək digər tərəfə. Və burada dəniz ulduzları var. Çox maraqlıdır. Və burada toxunmaq olur hətta dəniz ulduzlarına. Dostlar, deməli əl yuduqdan sonra. Yeah, I watch already. Burada deməli əl yuduqdan sonra deməli toxunmaq olur dəniz ulduzlarına. Çox maraqlıdır. Keçirik digər tərəfə. Bu dəniz ulduzlarına toxunmaq maraqlı idi və çox sərt idilər. Mən düşündüm bəlkə yumşaq olarlar, amma çox sərt idilər. Və burada dəniz atı var. Dəniz atları var. Vay, çox maraqlıdır. Arkalarında nəsə belə bir şey var. Çox maraqlı. Burada çox maraqlı bir balıq var. İlk dəfə görürəm. Burada belə bir çox qəşəng heykəl var. Süperdir. Burada ne var?
Ha, burada da Karınları şiş. aynen. O da okul arkadaşım Cem'le bir yerde geldim. Ay Cem, merhaba. Buna baksana. Aa, balık da varmış. Evet, Balığı balık da fark var. etmemiştim. Burada da yine Baksana şu deniz hamile atı galiba, var. Karnına bak. Oo evet. Hamile. Bayağı şişmiş. Güzeller. Burada da yine deniz atları var. Və çox belə maraqlı balıqlar var. Yarpaq kimidir. Burada deyəsən Nemo balıqları var. Well, I don't think the dinner was getting videoed. It got caught, yes. Burada çox qəşəng akvarium düzəldiblər, köhnə gəmi kimi. Burada balıq içinə girib çıxa bilir. No, it's actually the stonefish. So yeah. Alright, are you ready to explore? Yeah. Listen carefully. I might send our lovely work experience girl down one side. And maybe our other one you there with the bubble heads. Yeah. You still down here regardless. Və burada dəyişik balıqlar Are var. you ready to go pretty? Don't forget there's other guests. Çox qəşəngdirlər. Alright, go and explore. Bir tane də böyük balıq var. Burada çox qəşəng bir akvarium var. Çox gözəl görünür. Burada dəniz altında geyinilən kaska var. Qoyublar bura. Və burada çox gözəl akvarium var yenə. Süper, çox qəşəng görsənir. Burada çox böyük bir balıq var burada. Buradan öpücü yatır hamıya. Burada çox böyük. Burada da maraqlı bir akvarium var. Və içərisində ahtapot var. Yapışıb şişəyə. Çox maraqlı. Taking you away in this direction, please. Var, burada qəşəng bir akvarium var. Renkli balıqlardır. Don't run over the guests on the way. Burada uşaqlar akvarium içinə girə bilir. Alright, girls, out you come. Alright, click up. This way, sweetheart. Dostlar, burada Nemo çizgi filmində olan balıqlar var. Bu mavi balıq və Nemo balığı. İki dənə də həm də. Alright, boys, we're going in that direction. Çox gözəl balıqlar var həqiqətən. I'll take a photo for you. Smile. Dostlar, mən burada qəşəng məndə şəkillər çəkdirdim. Biz keçək digər tərəfə. Burada penguinlər var. Gezi onlara baxmağa. Vay, bura qəşəngdir. Ya, burada bir tane penguin var balada. Aa, buradadılar. It's really important that we keep track of it by the end of the day to put into our record keeping Evet, system. çok qəşəngdirlər. Keep track of certain patterns that we see in each of our individuals Çok across the güzel, seasons and across time. Helps us to learn a little bit more about them and what they require. But it's taking down that information Ha, and burada then balıq yetişdirirlər. juicy, delicious fish to say thank you and well done. The way that we're able to ask them onto the scales is using a simple point follow cue, which you might even see presented to one of the birds in this session here. Penguins have learned to follow a horizontal finger wherever you take it, and as soon as that finger goes up in the air, they'll station completely still where that
right finger is holding. So we can ask them onto the scales, ask them to station still while since we've now introduced a gaining system, which are now undergoing kind of third time, since they don't want to be on the scales at the same time now. We're also able to utilize the setup just like this one to complete tactile or touch sessions. Keçdik digər tərəfə. Burada da yenə balıqlar var suda. Dostlar, deməli burada xatirə belə bir dəmirdən qəpik kimi bir şey var. Bunu aldım. 6.50 idi. Və məncə dəyər, çünki çox qəşəngdir. Bu üçündən birini seçmək olur. Seal, jellyfish, turtle. Ən qəşəngi turtle. Şimdi seç. Magnetli de bu şekilde gelir. Süper. Xatirə üçün əladır. Burada isə uşaqlar üçün rəsm çəkmək üçün belə yerlər düzəltiblər və sürüşüb oynamaq üçün dəniz altı belə sürüşkən düzəltiblər. Maraqlıdır. Burada isə mağaza var. Bura aid olan, Sea Life-a aid olan maraqlı əşyalar satılır. Belə bir stəkan var, 15 manat. 15 dollar. Manat deyirəm, hələ də dilimdən manat çıxmıyor. Belə maraqlı oyuncaqlar var. Belə qum saati kimi şeylər var. Və bir çox maraqlı şeylər var. Burada deməli 3D maqnitlər var. Çox qəşəngdir. Bunu alacağım. Burada pingvinlər var. Bu stəkan altlığıdır. Maraqlı dəqiqət. Burada bir çox maraqlı oyuncaqlar var. Fincanlar var. Uşaqlar üçün oyuncaqlar var. Burada maraqlı fincanlar var. Pingvin. Nemo balığı. Çox qəşəng şeylər var həqiqətən. Deməli bu hədiyyə yerindən çıxdım. Burada jellyfish olan yer var. Jellyfish, yəni meduzalar olan yer. İndi bura giririk. Baxaq görək nə var, nə yox. Burada da yenə akvaryum, balıqlar. Bu tərəfdən getməliyik. Burada Nemo balıqlardan ancaq. Çox qəşəngdir. Və bir şey demək istəyirəm. Bu Nemo cizgi filmi Avstraliyada çəkilib, Sidneydə. Oturub ona baxsaz görəcəksiniz. Avstraliyada opera binası falan. Yəni bu film Avstraliyaya aiddir. Ona görə də burada ən çox bu balıqlardan var. Və meduzalar olan yerə gəldim. Vay, çox maraqlı. Və burada işığın rəngi dəyişdikcə, bunlar da şəffaf olduğu üçün bunların da rəngi dəyişir. Çox maraqlıdır. Elə bir ki, ağır çəkimdə hərəkət edir, slow motion. Burada da meduzalar var, amma fərqli meduzalardır. Bunlar üzmürlər, bir yerdə dururlar. Maraqlıdır. Burada da belə kapsulun içindədir. Və çox böyük bir meduza. Və bu digərlərinə nisbətən sürətlə hərəkət edir. Və güzgüdür belə.
Burada böyle dipçək kimi düzəldiblər, amma məncə bunlar da balıqdır. Disko. Və burada pingvenlər üzür, çox qəşəngdir. Dostlar, deməli burada akula var. Çox maraqlıdır ki, buradakı balıqlar yemiş. Yəqin əhliləşdiriblər. Ya da ağız tam uyğun deyil. Dostlar, deməli akulaların olduğu yerə gəldik. Bu da akulanın ağzının içinin skeletidir. Akulanın iç orqanları. Və burada çox qəşəng bir akvarium var. Vay, çox qəşəngdir. Bəli, burada akula buradadır. O çox böyükdür həqiqətən. Sunny. 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 Oha, bu balığın böyüklüyünə bax. Uydu. Necə böyükdür o. Çox böyük. Wow. Wow, buna böyükdür belə. Uydu. Həqiqətən çox böyük. Həqiqətən çox böyükdür. Çox böyükdülər. Burada da balaca akulalar var. Və burada da başqa balıqlar var. Burada da yenə balıqlar, akulalar. Çox qəşəngdirlər bunlar. Dostlar, deməli indi su itinə baxmağa gedirik. Burada yoxdur. Məncə buralarda. Bitmiş ya bence. Kaçırmışız. Ha, burada. Ha, su iti buradadır. Köpek gibi. Dostlar, sərgi bitdi. Həqiqətən çox qəşəngdir. İndi gəldik yemək yeməyə. Birazdan da gedək. Görüşək. Ümid edirəm videomu bəyəndiniz. Kanala abunə olmağı unutmayın.